Salam aleykum, salamlayıram heyvan bəsçilərin, təsərrüfat sahibləri və inkubator istifadəçilərin. Demişdim ki, çevirmə sistemimizi hazır vəziyyətin çəkib paylaşacağam və buyurun. Artıq çevirmə sistemimiz maşallah olsun hazırdır. Və gördüyünüz kimi öz ayağının üstündə dayanır. Qaldırıram ki, yəni görəsiz. Yəni, öz ayağının üstündədir. Heç bir yerdən dayağı yoxdur. CPU motoru hər bir şey qaydasında yerləşdirdik. Müəyyən periodika işləri getdi. Amma nəticəsi maşallah olsun çox gözəl oldu. Deməli, indi sizə nümunə olaraq göstərirəm. Bax, inkubatorda adətən Çin istehsal inkubatorlarda pavorot sistemi gördüyünüz kimi bolt qayka ilə, bax görürsünüz burada bolt qaykanı. Bu qaydada bağlanır divara, bərkidilir. Yəni bunu çıxardıb salmaq mümkün deyil. Gərək bolt qayka açılır. Və belə olduğu halda da bunu yumaq gələcəkdə əl salırsan buradan çox çətinliklə olur. Yəni divarların yumaq, polun yumaq və bir də ki əl salırsan bura yumaq istəyəndə fikir verirsiniz qol yuxarı toxunur və aşağı toxunur. Bu qolniklərdə adamın qolunu yarı eləyir. Bunu yuyanda və çıxışda bu çox bərbad vəziyyətə düşür. Yumurtanın qabıqları, quşun nədisləri, üzürsən və tükləri. Üçü qarışır bir-birinə, bütün gördüyünüz bu qolniklərin aralarına dolur. Bax bu aralara dolur. Yapışır kley kimi qalır. Yumaq onu çox çətin olur. Və hətta bu 1056 dənəli inkubatorlarda 6 dənə polkadan ibarətdir. Onu yumaq daha çətin olur. Bunun belə inkubatorun içinə rahat şəkildə girib çıxmağı isə istifadəçiyə çox rahatçılıq çıxardır ortaya. Yəni çıxardıb qoyursan qırağa, inkubatorun içi qalır bomboş. Yəni baxın, sanki bu inkubatoru təsəvvür eləyin, içində pavorot sistemi yoxdur, bomboş qutudur. İçini rahat şəkildə yuyursunuz, təmizləyirsiniz və qaytarıb həmən bu pavorot mexanizmi, çevirmə mexanizmi qaytarıb salırsınız inkubatorun içinə. İstənilən inkubatoru bu qaydada, hətta bunun təkərli versiyasına da çevirmək mümkündür. Və ilk dəfədə bunu mən 1056 dənəliyin içində teleşka sistemin ilk dəfə mən eləmişəm Azərbaycanda. Təkərlə sürüb içəri salıb və istədiyim vaxtda çölə çıxartmaq. Balaca tutumluları və teleşka sistemində olan inkubatorları, üzr istəyirəm, 1056 dənəlikləri teleşka sisteminə çevirməyi də həyata keçirdə bilərik. İstənilən nömrə ilə əlaqə saxlayıb sifariş verə bilər. Sağ olun, hamıya uğurlar.